mənfi neçədən yuxarı əməliyyat olunmalıdır. Əslində onun elə bir standartı yoxdur. Yəni mənfi 1-dən əməliyyat olunmalıdır, mənfi 5-dən əməliyyat olunmalıdır. Birinci veriləcək qərar gözün əməliyyata uyğun olub-olmamaq. Hətta ondan daha öncəsi bir insanın, bir nəfərin əməliyyatı arzulaması, istəməyi. Mənim problemim var, yaxşı görmürəm, eynək və ya kontakt linza istifadə edirəm, amma mən eynək və kontakt linza istifadə etmək istəmirəm artıq. Əməliyyat olub, bunlardan canımı qurtarmaq istəyirəm. Yəni bu birinci addımdır. Bir nəfər artıq belə bir şey fikirləşirsə, növbəti etap gözümüz uyğundur yoxsa yox. Gözümüz əməliyyata uyğundursa, artıq minimal dərəcə əhəmiyyətini itirir. Nə deməkdir bu? Elə xəstə var ki, mənfi 6-dır, amma eynəyindən razıdır, əməliyyat olmaq istəmir. Elə xəstə var, mənfi 2-dir, narazıdır, əməliyyat olmaq istəyir. Ümumiyyətlə, protokollarda belə bir dərəcə yoxdur. Yəni, filan nömrədən yuxarını əməliyyat edin, aşağını əməliyyat etməyin. Bu barədə mənim öz şəxsi təcrübəmi deyərəm. Yəni, xəstə gəlir, 90% görür, gözüm mənfi 0,25-dir. Doktor, mən axşamlar əziyyət çəkirəm, maşın sürəndə yoruluram, gözümü çox qıyıram, mən əməliyyat olmaq istəyirəm ki, axşam da yaxşı görüm. Yəni, görməsi 90% olan bir insana mənfi 0,25 dərəcə üçün həyatda mən əməliyyat təklif etmərəm həyatda. Hətta xəstə israr eləsə belə mən etmərəm, geçsin başqa həkim eləsin. Amma xəstələrim olub, məsələ 0,75. Yenə xəstənin gözünün dərəcəsi mənfi 0,75-dir, görmə faizi 60%-dir. Bu adam xüsusi iş görən deyil, kompüterlə işləmir, normal evdar xanımdır. 60% bir evin içərisindəki fəaliyyətimiz üçün kifayət qədər yetərlidir. Əgər bu avtomobil idarə etmirsə, xüsusi bir işi yoxdursa, doktor, mən səhərdən axşama qədər televizora baxıram. Belə hallar yoxdursa, yenə də əməliyyat tövsiyə etmərəm. Yox, mənfi 0,75-dir, 60% görürəm, mən avtomobil idarə edirəm. Evdə də davamlı, misal üçün, futbol həvəskarıyam, elə bəylərimiz olur, mən hesabı görməliyəm, ekranda hesabı. Bu insanı əməliyyat eləyərəm. Yenə də burada baxır, işin növbəti mərhələsi xəstənin yaşı. Əgər xəstənin yaşı aşağı yaşlardadırsa, yəni daha gənc yaşdadırsa, 23, 24, 25, dəqiq eləyərəm. Xəstənin yaşı 38, 39 ərəfəsindədirsə, əsla yenə də əməliyyat etmərəm. Niyə əməliyyat etmərəm? Yəni, gözünün dərəcəsi mənfi 0,75 olan, yaşı 38, 37 olan bir insanı mən niyə əməliyyat etmərəm? O da çox maraqlı bir mövzudur. Videoların birində onda danışarıq inşallah. Elə xəstəmiz olur. Məsələn, bir xəstə gəlib mənim yanıma 21 yaşında, gözü mənfi 0,75, mənfi 0,75 ilə 80% görür. İllər keçib əməliyyat etməmişəm ki, 80% kifayət qədər normal görmədi. Onsuz sən gündəlik fəaliyyətində eynəyə ehtiyacın yoxdur. Çox özəl hallarda axşamlar əziyyət çəkirsən, avtomobil idarə edəndə və ya televizora baxanda əziyyət çəkirsən, bu zamanlar üçün yüngül bir eynək yazırıq, lazım olan eynək taxırsan. Həmin insan 5 ildən sonra gəlir ki, doktor, günü-gündən görməyim pisləşir, artıq mən əməliyyat olmaq istəyirəm. Və doğrudan da baxırsan ki, 5 il bundan əvvəl 0,75 ilə, mənfi 0,75 ilə, mənfini ona görə vurğuluyorum, müsbətlər üçün başqa mövzu fərqlidir. Mənfi 0,75 ilə 80% görən bir insan, 21 yaşı var idi, 26 yaşıdır, yenə mənfi 0,75-dir, amma görmə 30%-ə düşüb. Yaş artdıqca nömrə dəyişərmi və ya görmə faizi dəyişərmi? Buna dair bir video çəkərik. Əgər xəstənin görmə faizi çox aşağı düşübsə, xəstənin həyat fəaliyyətinə maneçilik törədirsə, bəli, dərəcədən asılı olmadan mən əməliyyat edərəm. Yəni 0,50-ni də əməliyyat eləyərəm, 0,75-də də əməliyyat eləyərəm. Dolayısıyla buradakı nüans dərəcə deyil. Yəni sadəcə dərəcəyə baxıb bir qərar verilmir ki, mənfi 1-dən aşağı əməliyyat olunmaz, mənfi 1-dən yuxarı əməliyyat olunur. Xeyr, əsla. Digər parametrlərə baxıb ona görə qərar verilir.